Hansı nümunədə işarə əvəzindən sonra vergül qoyula bilər? Bu cülərin ürəyinə endirilən ikinci zərbə idi. Burada bu işarə əvəzliyidir. Bir dəfə bu cülərin ürəyinə endirilən ikinci zərbə idi. Bu zaman vergül qoyulacaq, bu olacaq cümlənin müftədası. Bir dəfə də bu cür düşünmək olar. Bu cülərin, yəni hansı cülərin? Bu cülərin ürəyinə endirilən ikinci zərbə idi. O zaman isə vergül qoyulmayacaq. Elə cavabımız olacaq bu variant. Çünki şərtdə də bizə deyir ki, vergül qoyula bilər. Yəni qoyulmalıdır, yox, qoyula bilər. Deməli qoyulmaya da bilər. O mənim 46 xalıma qarşı 50 xal vurmaq istəyir. Burada o şəxs əvəzliyidir. Əvəzlik gəldiyi üçün vergül olmayacaq. Həmçinin bizdən işarə əvəzliyi tələb olunur. Əgər o-dan sonra vergül qoyulursa, o zaman o əvəzliyi şəxs əvəzliyi olduğu üçün elə bəri başdan o olan variantları çıxa bilərik. O pələng kimi iniltili bir ah çəkdi. Yenə də dediyim kimi burada o-dan sonra vergül ola da bilər, olmaya da bilər. Sadəcə o şəxs əvəzliyidir. Sən qəlbinin gülünc tələbindən utanırsan. Burada ümumiyyətlə işarə əvəzliyindən istifadə olunmayıb.